Lux brend məhsullar sayılır. 40 euroya almışam, inanarsınızmı? Dedirəm, çox qəribə görsənmə. Bilməm içərisində nə var. Kağıza bükərək göndərmək yaxşı deyil. Çox gözəl bir rəngdə bir ta çıxdı. İçərisində çoxlu kağızlar var. Ola bilsin ki, siz mənim fikrimi dəyişdirdiniz. Videoya keçmədən öncə kanalıma abunə olun və dəstək olun. Hər birinizə öncədən təşəkkürlər. Xoş seyirlər. Salamlar hər kəsə. Daha öncə məni izləməmisinizsə, mən İlahə, YouTube kanalıma xoş gəlmisiniz. Bugün yenə və yenidən bir unpacking videosu ilə sizin qarşınızdayım. Bu dəfə digərlərindən fərqli olaraq Lux brend məhsulları sifariş etmişəm. Hər birinin ayrı-ayrılıqda qiymətlərini qeyd edəcəyəm. Ona görə mütləq videonun sonuna qədər izləyin. Ümid edirəm ki, verəcəyim məlumatlar sizin üçün də faydalı olacaq. Eyni zamanda da mənə də çox maraqlıdır səbirsizliklə paketləri açmaq üçün. Ona görə də girişi çox uzatmaq istəmirəm. Başlayaq. Mənə belə böyük bir paket gəlib. Bütün məhsulları eyni səhifədən sifariş etmişəm. Əslində ağırlığı gözlədiyim kimi ağır deyil. Ancaq çox səbirsizlənirəm bəzi məhsulları açmaq üçün. Böyük karobkanı indi yanıma qoydum və məhsulları bir-bir içərisindən çıxaracağam və sizə göstərəcəm. Əslində düzünü desəm, bəzi məhsulların daha yaxşı pakovka olunmağını gözləyərdim. Günə qədər olmasa da bu məhsullar Lux brend məhsullar sayılır və bunları bu şəkildə sadəcə kağıza bükərək göndərmək məncə o qədər də yaxşı deyil. Nəysə, indi keçək məhsulları açmağa. İlkin məhsul belə bir papaqdır. Rakmius, bəziləri Jakmius deyirlər. Yəni kimə necə uyğundursa mən Rakmius deyə tələffüz edəcəyəm. Bu papağı çox uyğun qiymətə aldım. Səhv etmirəmsə 60 evroya sifariş etdim. Fərqli rəngləri var idi. Rəngdə, sarı rəngdə, ancaq mən belə bir rəng istəyirəm. Çünki ağ rəngim artıq var idi. Papağı yoxlayaq. Necə oldu? Necə yaraşdı mənə? Sizcə bu papaq 60 euroya dəyərmi? Bu papağı saxlamalıyam, rəngimə uyğun getdimi? Fikirlərinizi mütləq mənimlə bölüşün. Və keçək növbəti məhsula. Bu məhsulu artıq təxmini bilirəm nədir. Bu da Jakmius brendindən bir çantadır. Bu arada onu da qeyd edim ki, bu çantaların hamısı orijinaldır. Bilirsiniz ki, bu il belə qəhvə tonlar çox dəbdədir. Burada bir maqniti var və bu hissədə də görürsünüz, çox rahatlıqla bağlanır. Məndə bunun hal-hazırda ağ rəngi var və bu rəngi çox gözəldir. Xüsusilə də payız aylarına çox uyğun olacaq. Bu çantaya səhv etmirəmsə 525 evro pul ödəmişəm. Bu arada bu çantanın belə bir remeni də var. Görürsünüz, furnituranın üzərində həm də bütün Rakmius brendinin adı da qeyd olunub. Sizə yaxından da dərsini göstərmək istəyirəm. Həqiqətən də çox keyfiyyətli, çox gözəl görsənir. Mən onu deyim ki, bu çantaya aşiq oldum. Sizcə bu çanta bu qiymətə dəyərmi? Mütləq fikirlərinizi mənimlə bölüşün. Belə keçək növbəti məhsula. Belə kiçik bir qablaşdırması var. Bunu təxmini bilirəm nədir. Ancaq hansı firmanıdır onu bilmirəm. İndi birlikdə açaq. Bu Jimmy Choo'dan sifariş etdiyim belə bir eynəkdir. Qablaşdırması da ayrıca bir tərifə dəyər deyə düşünürəm. İçərisindən belə bir eynək çıxdı. Həqiqətən də çox keyfiyyətli, çox gözəl görsənir. Ortasından belə etiket taxılıbdı. İndi gözümə taxacağım. Ümid edirəm çox qəribə görsənməz. Siz bu yoxmuş kimi davranın. Bu eynəyi səhv etmirəmsə 65 evroya aldım. Jimmy Choo kimi bir firmanın düşünürəm ki, eynəyi üçün çox gözəl qiymətdir. Ümumiyyətlə mənim üzümə mən elə gəlir ki, belə biraz böyük eynəklər daha yaxşı yaraşır. Siz necə düşünürsünüz? Bunu saxlamalıyammı, yoxsa geri mi qaytarım? Mütləq fikirlərinizi mənimlə bölüşün. Və biz keçirik növbəti bir məhsula. Artıq məhsulun qabından da gördüyünüz kimi bu Marni firmasından bir çantadır. Qarşıdan yay gəlir deyə özüm üçün bir həsir çanta axtarırdım və bu çanta mənim diqqətimi çəkdi. Dəhşət baha deyil idi. Səhv etmirəmsə bu çantaya ümumilikdə 475 evro ödəniş etmişəm. Yaxından sizə çantanı göstərmək istəyirəm. Ümumi görüntüsü necədir? Ümumiyyətlə onu qeyd etmək istəyirəm ki, yəni gördüyünüz kimi burada tikilişi çox gözəldir. Brendin adı yazılıbdır. Eyni şəkildə bu həsir hissəsi də çox keyfiyyətlidir. Aynı zamanda görs qulplarının da tikilişi və remini hamısı çox səliqəli şəkildə tikilibdir. Düşünürəm ki, bəlkə də bunu saxlaya bilərəm. Ancaq qərar verməkdə siz mənə çox xahiş edirəm, köməklik edin. Və beləcə keçək indi mənə çox maraqlı gələn növbəti bir məhsula. Və bir ağ karobka var. Bilmirəm içərisində nə var. Açaq. Bu Max & Co firmasından bir eynəkdir. Qablaşdırması bu da yenə çox keyfiyyətli görsənir. Bu eynəyi sizə desəm ki, mən sadəcə 40 evroya almışam, inanarsınızmı?
gözəl bir eynəkdir sanki. İndi tam açıb göstərəcəm sizə. Sizə yaxından ümumiyyətlə eynəyi göstərmək istəyirəm. Bu şəkildə, yan tərəfindən də eyni şəkildə. Gözəl bir məhsuldur, yoxlayaq. Elə bunun qulağımın arxasındakı keçirsəm, sizcə necədir? Düzün desəm, belə formada bir eynəyim yoxdur və rəng tonlarını da çox bəyəndim. Məncə bu eynək mütləq qalmalıdır. Siz də amma yenə fikirlərinizi bölüşün. Ola bilsin ki, siz mənim fikrimi dəyişdirdiniz. Belə və biz keçək indi növbəti məhsula. Yavaş-yavaş bu məhsulların sonuna gəlirik. Artıq 3-4 məhsul qalıbdır ki, daha açmalı olduğum. Mənə ən maraqlı gələn çantalardan birini indi sizə açmaq istəyirəm. Əgər səhv etmirəmsə, bu mənim gözlədiyim brenddir. En azından bunlar qablaşdırmasını daha gözəl ediblər digər brendlərdən fərqli olaraq. Sadəcə mənə maraqlı gələn odur ki, nə üçün bu korobkanın üzərində bu brendin adı qeyd olunmuyor. İçərisindən çox gözəl bir rəngdə bir çanta çıxdı. Bir baxın yaxından da. Üstü belə velur kimi bir materialdadır. Gözəl rəngi var. Ürəyim getdi sadəcə. Mənlər üçün qeyd edim. Balenciaga firmasından bir çantadır. Bunun səhv etmirəmsə qiyməti 680 evro idi. Bu çanta sözsüz ki gözəldir, ancaq furniturası qızılı deyil. Məsələn, mən qızılı çox sevirəm. Sözsüz ki bu çantaya çox yaraşır, ancaq mən çox sevmədim, nə yalan deyim. Görə də böyük ehtimal ki bu çantanı da geri göndərəcəyəm. Ancaq siz yenə də rəylərdə fikirlərinizi yazın. Bu qiymətə dəyərmi? Saxlamağa ehtiyac varmı bu çantanı? Dəyərmi, dəyməzmi? Mütləq fikirlərinizi mənimlə bölüşün. Keçək növbəti məhsula. Növbəti məhsulumuz belə kiçik bir qablaşdırma ilə gəlib. Bu təxmini artıq bilirəm nədir. Belə Trusalza firmasından bir saat sifariş etmişəm. Birlikdə belə açaq. İçərisində çoxlu kağızlar var. Bu şəkildə bir daha yoxlayaq. Belə bir saat göndərilib. Ümid edirəm ki, yaxından tam olaraq bokslamaq mümkündür. Həqiqətən də çox gözəl görsənir. İndi qoluma taxıb mütləq yoxlayacağam. Bir qolumda artıq saat var deyə o qoluma taxmaq istəmirəm. Bu arada sizə daha da yaxından belə göstərmək istəyirəm. Üzərində çox incə şəkildə qaşları var. Həqiqətən də çox incə, zərif, gözəl görsənir. Məcburən əslində normalda sola taxırlar, ancaq mən sağ qoluma taxdım. Yəni görsünüz biraz böyükdür, ancaq Bakıya getdiyimdə mütləq bunu düzəltdirə bilərəm deyə düşündüm. Bunda da belə göstərmək istədim. Yəni təxmini belə bir şey olacaq. Açığı mən bu saatı bəyəndim, ancaq siz yenə də rəylərdə fikirlərinizi yazın. Mən bu məhsulu saxlamalıyam yoxsa yox, mütləq fikirlərinizi mənimlə bölüşün. Və beləcə biz gəlirik artıq sonuncu korobkalara. Sonuncu məhsul deyil, sonuncu da bir öncəki məhsuldur. Belə Cascavalli'dən bir krasovka sifariş etmişəm. Çox gözəl bir ayaqqabıdır. Siz bu ayaqqabının bir gözəlliyinə baxın. Necə gözəl, ışıl-ışıldır. Xüsusilə də buradakı bu detayı məndən aldı. Çox gözəl görsənir. Bu ayaqqabını mən endirimlə səhv etmirəmsə 118 evroya aldım olaraq və brend olduğu üçün və xüsusilə də bu şnur hissəsini çox bəyəndim. Düşünürəm ki, bu qiymətə dəyər. Bu məhsulu %100 saxlayacağam və digər vloqlardan mütləq ayağımda görəcəksiniz. Həqiqətən də çox bəyəndim. Siz mütləq rəylərdə fikirlərinizi yazın. Sizcə bu qiymətə dəyərmi, gözəldirmi, yoxsa sizin zövqünüzə görə deyilmi? Mütləq fikirləriniz mənə çox maraqlıdır, mənimlə bölüşün. Və artıq biz yavaş-yavaş videonun sonuna yaxınlaşırıq və sonuncu bir məhsul qalıb. Onu da göstərmək istəyirəm. Əslində bu brend tam da premium brend deyil, belə deyim. Daha çox middle segment sayılır. Bu Tory Burch-dən belə bir, əgər düzgün tələffüz edirəmsə, səhv tələffüz edirəmsə üzrlü sayın. Tory Burch-dən belə bir ayaqqabıdır. Daha doğrusu ayaqqabı deyil, belə deyərdim. Yaylı belə bir sandaldır. Bunun qiyməti çox da bahalı deyil idi. Səhv etmirəmsə bunu da 50-60 evro civarında almışam. Rəngi sözsüz ki mən daha belə açıq ağ tonlarını sevirəm. Bunun rəngi bilmirəmsə indi tam olaraq kamerada ötürmək olurmu? Ancaq belə sarı bej tonundadır. Bu cəhətdən çox da bəyənmədim açığı. Ona görə qərarsızam ki, böyük ehtimal ki göndərəcəyəm bunu geri və ayağımda hələ ki yoxlamamışam. Mənə elə gəlir ki, çox böyük görsənir. Görs bu hissələrində dəmirləri, yəni çox yaxşı görsənir, çox keyfiyyətlidir. Düşünürəm ki, rəngi də kor olamayacaq. Tory Burch-da mənim başqa ayaqqabılarım olubdu, onlar da çox keyfiyyətli olub. Sadəcə belə bir görüntü olaraq da çox məni açığı qane etmədi. Ona görə biraz qərarsızam. Siz mənə rəylərdə mütləq fikirlərinizi bölüşün. Sizcə bunu saxlayınmı, yoxsa geri mi göndərim? Və beləcə dostlar, biz bir videonun daha sonuna gəldik. Videonu artıq editləyəcəyəm. Ümid edirəm ki, yaxşı alınıb və siz bu videoya buraya kimi baxdınızsa, demək ki, sizə də maraqlı gəldi. Çox xahiş edirəm kanalıma abunə olun. Və bu arada onu da qeyd etmək istəyirəm ki, öncəki vloqlarda bəzi izləyicilərim, artıq bir neçəsi mənə daimi şəkildə komment bildirir. Bu həqiqətən
həm də çox gözəl bir hissdir. Çox mənə xoş təsir edir. Buradan əgər baxırsınızsa bu videoya, hər birinizə çox təşəkkür edirəm və kanalıma yeni gələnlərə isə xoş gəlmisiniz deyirəm. Ümid edirəm bu şəkildə davam etsək, yeni videoların da davamı gələcək. Siz ancaq mütləq rəylərdə fikirlərinizi yazın. Belə tipdə videoları bəyənirsinizmi? Yoxsa sizin üçün daha çox günlük vloqlar daha maraqlıdır? Mütləq rəylərdə fikirlərinizi bölüşün. Hər birinizə videoya buraya qədər baxdığınız üçün çox təşəkkür edirəm. Hər birinizi sevirəm. Gələn görüşlərədək hələlik.